Salam uşaqlar, bugünkü izahımız 8-ci sinif 1-ci hissə iş dəftərindən 3-cü bölmə təzyiq, bəxt cisimlərin təzyiqi və mayelərin təzyiqinə baxırıq. Birinci sualımızdan başlayaq. Səthə perpendikulyar təsir edən qüvvənin səthin sahəsinə nisbətinə təzyiq adlanır. Təzyiq, buraya yazırıq. Təzyiq üçün çəkilmiş sxemi tamamla. P bərabərdir, təzyiqimizin düsturu P bərabərdir, qüvvə bölünsün sahə, yəni burada Newton qüvvə, sahənin də vahidi 1 metr kvadratdır. Gələk 3-cü sualımıza. Hava ilə doldurulmuş iki şardan biri bir mismarın, digəri isə bir neçə mismarın üzərinə qoyulub. Bu şarlardan hansı daha tez partlayar? Hansını ki təzyiqi böyük olar, onun daha tez partlayar. Hansının təzyiqi böyük olar? Təzyiq dedik, təzyiq bərabərdir, qüvvə bölünsün sahə. Hansının sahəsi daha kiçikdirsə, onun təzyiqi daha böyükdür. Hansının sahəsi kiçikdir? Biri var şara, bir mismarın səthin sahəsi, biri var ümumilikdə, bax bu mismarın səthin sahəsi. Yəni bu şar daha tez partlayar. Bax, pəhləvanlar olur, çoxlu mismarların üzərinə uzanırlar. Hələ üstlərindən başqa bir əşya da qoyurlar, cisim də qoyurlar və yaxud da başqa bir insan sinəsinin üstə çıxır. Heç bir mismarın üzərinə uzanan bir pəhləvan görmədik. Yəni niyə bunu edirlər? Çünki təzyiqi azaltmaq istəyirlər. Təzyiqi azaltsınlar, bu şara az batır. İnsana daha doğrusu, insana az batır. Ancaq bir dənə mismar olanda o daha çox təsir edər. Yəni cavabımız burada birinci şəkil daha tez partlayar. 4-cü suala baxırıq. İki kərpic şəkildəki kimi müxtəlif formalarda üst-üstə qoyulur. Hansı halda kərpiclərin səthə göstərdiyi təzyiq ən kiçikdir? Bax, burada təzyiqin ən kiçiyini axtarıramsa, mən sahəsinin ən böyüyünü tapmalıyam. Və biz buradakı təsir edici qüvvə hər birində bərabərdir. Çünki hər birindəki kərpiclər eyni kərpiclərdir. Yəni P bərabərdir, F bölünsün S demirik, F-imizin yerinə mg'dir də. Mg bütün hamısında bərabərdirsə, təzyiqlə sahə tərs asılıdır. Bizə nə deyir? Ən kiçiyini soruşur. Ən kiçik isə sahəsinin ən böyük. Hansı sahə? Yerə təsir edən sahə. Yerə təsir edən, bax, burada ikinci şəkil olar ki, cavab ikinci şəkil. Bunun sahəsi daha böyükdür. Yerə göstərdiyi təzyiq daha kiçik olar. 5-ci suala baxaq. 5-ci suala baxaq. Kütləsi M olan kub şəkilli ağac parçasının oturacağını göstərilən təzyiq P-dir. Həmin ağac parçasının üzərinə kütləsi 2 dəfə çox olan başqa bir cisim qoyduqda oturacağa təsir edən təzyiq necə P olar? Deyir, kub şəkillidir və onun oturacağına təsiri təzyiqi P-dir. İlk əvvəl təzyiqi P olub. Sonra neçə P olar? Əvvəl deyir M kütləlidir. Sonra 2 dəfə artıq kütlə qoyulub. Yəni 2M qoyulub. Gəlin biz bir dənə baxaq ki, amma diqqət edirik nəyə? Yerə göstərdiyi sahə dəyişməyib. 1M olanda da sahəmiz bu qədər. Üzərinə əlavə 2M qoyulanda da sahəmiz bu qədər. Sahəmiz dəyişməyib. Yəni P bərabərdir. F bölünsün S-də, bax bu sahə dəyişməyib. Sahə dəyişməyibsə, deyirik, təzyiq qüvvə ilə düz asılıdır. Və biz qüvvənin yerinə də kütlə verdiyindən burada ağırlıq qüvvəsini yazar, mg bölünsün S. Bu zaman deyirik ki, təzyiq kütlə ilə düz asılıdır. Kütləmiz əvvəl M idi, sonradan artıb oldu 3M. Yəni 3 dəfə artdı. Dedik, təzyiq də kütlə ilə düz asılıdır. Əvvəl P idisə, indi 3 dəfə artıb 3P olar. Təzyiq kütlə ilə düz asılıdır. Bu şərtə əsasən. 6-cı suala baxırıq. Şəkildə təsvir olunmuş masanın hər bir ayağının döşəməyə üzərində tutduğu sahə 10 cm kvadratıdır. Masanın kütləsi üzərindəki kitablarla birlikdə 20 kiloqram olarsa, hər bir ayağın döşəməyə göstərdiyi təzyiqi tapın. Deməli, biz ilk öncə hər birinin sahəsi 10-dursa, ümumilikdə yerə təsir göstərən 40 cm kvadratıdır.
Gəlin bunu da metr kvadratına çevirək. Deməli 1 metrimiz 100 santimetrdir. Kvadratı olanda edir 10.000. Yəni bunu 10.000-ə bölməliyik. Bu dedər 0,004. Düzmü böldüm? 2 0 burada 2. Bəli. Metr kvadratı. Və ümumilikdə kütləsi deyir 20 kiloqramdır. Mən bunun ümumilikdə təzyiqini tapa bilərəm. Təzyiq bərabərdir F bölünsün sahə. F'imiz 20 kiloqram, M'imiz 20 kiloqram. Onda qüvvəmiz edir 200 Newton. J'miz 10 qəbul edirik. Bölünsün 0,1000-4-ə bərabərdir. Minə vursaq, bu sürət və məxrəci minə vurum ki, vergüldən azad edim. Bu da bərabərdir onda. P bərabərdir 50 kilopascal. Deməli, bu masanın yerə göstərdiyi təsir, təzyiq 50 kilopascala bərabər olar. Kütləsi 75 kiloqram olan idmançının ayaqqabısının bir tayının sahəsi 80 santimetr kvadratıdır. O, 25 kiloqram yük qaldırarsa, döşəməyə göstərdiyi təzyiq qüvvəsini hesablayın. Və burada bir ayaqqabısını deyir, amma döşəməyə göstərdiyi təzyiq qüvvəsini hesablayın. Yəni, bu insanın tək ayaqlı və yaxud da iki ayağının haqqında bir məlumat vermədiyinə görə biz iki ayaqlı qəbul edərik. Əvvəlcə yazaq. Deməli, bir ayağının sahəsi 80 santimetr kvadrattırsa, onda iki ayağını yerə qoysa, deməli, bu 160 santimetrin kvadratı olar. Bu da bərabərdir. Yenə 10.000-ə bölək. Bu dedər 0,1016 metrin kvadratı. Təzyiqimizi tapsaq, qüvvə bölünsün kütlə. Oğlanın kütləsi 75, əlindəki isə 25. Deməli, ümumilikdə kütləsi 100 kiloqram və J'miz də 10 olduğundan bu dedir 1000. Yəni, sürətə yazıram 1000 bölünsün 0,1016. Bu da bərabərdir. Hesablayaq. Dedər 62.500 Pascal. Və yaxud da 62,5 kilo Pascala. Tili 10 cm olan kub şəkilli metal blokun kütləsi 7,8 kiloqramdır. Onun oturacağı göstərdiyi təzyiqi hesablayın. Dedik ki, təzyiq qüvvə bölünsün sahə bərabərdir. Qüvvəmizin də yerinə yazırıq. MJ bölünsün sahə. MJ'miz 7,8 isə o eləyir 78. Sahəsinə baxaq uşaqlar. 10 santimetri metrə çevirəndə eləyir 0,1. Yəni bunun tərəfi 0,1-dir. Sahəsi də bunun altındakı sahə düzbucaqlıdır. Düzbucaqlığın sahəsini tapırıq. O da eləyir 0,100. Yəni 0,1-i 0,1-ə vuraq 0,100. Bunu da vergüldən azad etmək üçün sürət və məxrəci 100-ə vurmaq lazımdır. Bu dedər 7800 Pascal və yaxud da 7,8 kilo Pascal. Kilo 1000 deməkdir. Hər iki ayağının yerə toxunan hissəsi 120 santimetr kvadrat olan qaz bir ayağı üstündə durduqda yerə 7,5 kilopascal təzyiq göstərir. Həmin qazın kütləsini soruşur. Deyir, hər iki ayağının sahəsi verib, amma bir ayağı üzərində duranda bizə təzyiqi verib. Bir ayağı üzərində durursa, onda sahəsinin birini götürməliyik ayağının. Yəni 60 yox, 60-ın 120 yox, 120-nin yerinə 60 götürəcəm. Bunu da santimetr kvadratıdır. Yenə metr kvadratına çevirəndə 10.000-ə bölmək lazımdır. 10.000 10 üstü 4-ə bölmək lazımdır da 10.000 edir, bəli. Bu da edir 0,006 metrin kvadratı. İndi yazıram. Təzyiq dedik bərabərdir. Qüvvə bölünsün sahə. Əvvəl ilə qüvvəni tapım, sonra ona bölüb kütləni taparam. Buradan qüvvə bərabərdir. Təzyiq vurulsun sahə.
Təzyiqimiz 7,5 kilopaskaldır. Yəni 7500 paskaldır. Vurulsun. Sahəmiz isə gəlin belə yazın 1000-də 6. O da bərabərdir. 2 sıfırlarımız gedər. 5'ə bölərəm 2, 5'ə bölərəm 15. Başqa nə ixtisar gedir? Bundan bu gedər. 3 edər 45 Newton. Bizə nəyi soruşurdu? Kütləni soruşurdu. Biz F'in də yerinə mg yaza bilərik. mg bərabərdir 45. Buradan da m də bərabərdir 4,5 kiloqram. Deməli, qazın kütləsi 4,5 kiloqrama bərabərdir. Gəldik. Cismin dayağa göstərdiyi təzyiq P'dir. Oturacağının sahəsini 20 mm kvadratı azaltdıqda təzyiq 3 dəfə artarsa, təzyiqin və oturacağın sahəsinin əvvəlki qiymətini tapın. Baxaq nə deyir uşaqlar? Deyir, cismin dayağa göstərdiyi təzyiq P'dir. İlk əvvəl, yəni P1 halı P'yə bərabərdir. Sonra oturacağının sahəsini 20 mm kvadratı azaltdıqda, yəni S2-ni S1 əvvəlkindən 20 mm kvadratı azaltdıqda təzyiq 3 dəfə artarsa, yəni P2 bərabər olub P 3P1'ə. 3 dəfə artır P1'ə. Baxaq ilk. Və cisim haqqında dəyişmir də. Cisimin burada məlumat vermir ki, qüvvə dəyişir. Yəni bu qüvvəni sabit götürürük. Qüvvəni sabit götürürüksə, onda təzyiqlə sahə bir-biriyle tərs asılıdır. Yazıram. P1 bölünsün P2 bərabər tərs asılı olduğundan bura 1 yazmışamsa bu 2 olar. 2 bölünsün S1. Verilənləri yazaq. P1'imizi P verib, P2'ni, baxın P2'nin yerinə 3P1 yazıram. 3P1 bərabərdir. S1'i yazıram, uşaqlar S1 aşağıdaydı. S1'i yazıram, ancaq S2'nin yerinə, bax burada yazdığım S2'nin yerinə bunu yazıram. S1 çıxaq 20. P1'lər gedir. Çarpaz vursaq nə alırıq? 3 S1 çıxılsın 60 bərabərdir S1'ə. Bunu bu tərəfə keçirin. Olur 2 S1 bərabərdir 60'a. S1 də bərabərdir 30'a. Deməli, ilk əvvəlki sahə neçə imiş? 30 mm kvadrat imiş ki, bunun təsiri sonradan artır. Uşaqlar, burada təzyiqin də əvvəlki qiymətini soruşur. Mənim bax, S-imi tapdım. Təzyiqimin əvvəlki qiymətini tapmaq üçün mənim kütləm və ya qüvvə haqqında məlumat verməlidirlər. Yəni, burada təzyiq olmamalıdır. Sahənin əvvəlki qiyməti desəydi, sahəni tapdıq. Yəni, biz təzyiqin əvvəlki qiymətini sadəcə təzyiqin əvvəl verib də bizə P. İndi 3P olduğunu verdi. Yəni, əvvəlki qiymət olaraq onda gərək biz qüvvənin qiymətini bilərik və yaxud da kütləni gərək verəydi. Gəldik 11-ci suala. Şəkildə oturacaqları 20 və 20 kiçik olandır. 20 və 32 santimetr kvadratı olan şüşə prizmanın iki müxtəlif vəziyyəti təsvir olunub. Prizma bir halda oturacağı göstərdiyi təzyiq 500 paskal, digər halda isə 800 paskaldır. Prizmalara təsir edən ağırlıq qüvvələrini müqayisə edin. Sadəcə olaraq müqayisədir deyə mən bu santimetrləri dəyişməyəcəyəm. Metr kvadratına çevirmirəm, onsuz müqayisə edirəm. Yəni, buradan qüvvəni soruşur. Qüvvə nəyə bərabərdir? Qüvvə bərabərdir təzyiq vurulsun sahə. Yazıram, F bərabərdir. Gəlin elə birinciyə F1 yazaq. F1 bərabərdir. S1 vurulsun P1 bərabərdir. Birincinin kiçik olanın sahəsi 20 vurulsun. Kiçik olanın, yəni birincinin də təzyiqi 500 paskal. Bərabərdir. Deməli, 10 kilonewton. Bax, 1, 2, 3'ü kiloya çevirdim. F2 bərabərdir. İkincinin sahəsi 32 vurulsun. Təzyiqi isə 800 bərabərdir.
2 sıfırlar qoyuram. 8 dəfə 2 16, bir yadda 24, bir də yadda 25. Bunu da kiloya çevirim. Edər, düzmə hesapladım. 8 dəfə 2 16, bir yadda 8 dəfə 3 24 25, bəli. 25,6 kilonewton. Məndən nə deyirdi? Sadəcə olaraq müqayisə et. Birini aldım 25,6, birini aldım 10. Deməli, cavabımız F2 qüvvəsi F1 qüvvəsindən böyükdür. Gəldik. Cismin kütləsini 2 dəfə artırılarsa, nə deyir onu yazaq? Deyir, son kütlə, bax, əvvəlki kütlədən 2 dəfə artırılarsa, yəni vuraq ki, oturacağının sahəsini necə dəyişmək lazımdır ki, təzyiqi dəyişməsin? Yəni, P1 bərabərdir, P2 olsun. Baxıram, təzyiqimiz yazdıq. Qüvvə bölünsün sahə. Qüvvənin yerinə də mg yazaram. Mg bölünsün sahə. Deyir, bax, bu P dəyişməsin. Yəni, bir-birinə bərabər olsun. Onu da belə yazaram. M1 bölünsün S1 bərabərdir. M2 bölünsün S2. Bax, bir-birinə bərabərlərdir. Deyir, bərabər olsun. Təzyiqləri dəyişməsin. Yəni, bir-birinə bərabər olsun. M1-imizin yerinə olduğu kimi saxlayıram. S1-imizi də bilmirəm. Hələ bir-birinə nisbətini axtaracam. M2-nin yerinə, bax, buradakı 2M1-i yazıram. 2M1 bölünsün S2. M1-lərin ixtisar gedir. Çarçarpaz vursaq nə alırıq? S2 bərabərdir 2S1-ə. Deməli, nə etdi? Sahəni 2 dəfə artırdıq. Sahəni 2 dəfə artırmaq lazımdır ki, təzyiqlər dəyişməsin. Gəldik mayelərin təzyiqinə. Qazlarda təzyiq necə yaranır? Qaz molekulları daim xaotik hərəkət edir. Bunun nəticəsində onlar bir-biri ilə və ya olduğu qabın divarları ilə toqquşur. Molekulların zərbəsi nəticəsində qazların təzyiqi yaranır. İkinci sual. Qaz və mayələrin təzyiqi manometr adlanan cihazla ölçülür. Sükunətdə olan mayələrin yaratdığı təzyiq hidrostatik təzyiq adlanır. Hər hansı qabda olan mayenin, həmçinin göllərdə, dənizlərdə, okeanlardakı suyun yaratdığı təzyiq hidrostatik təzyiq adlanır. Hidrostatik təzyiq və onun asılı olduğu kəmiyyətlər və vahidlər üçün qurulmuş sxemi tamamla. İlk öncə hidrostatik təzyiqin bir düsturunu yazım. ρGH, yəni olduğu mayenin hündürlüyündən, sıxlığından asılıdır. Kiloqram bölünsün kub metr bu sıxlığın vahididir. Hündürlüyün vahidi 1 metr. Sərbəst düşmə təcilinin vahidi təcil deyirəmsə, metr bölünsün saniyənin kvadratı. Keçək 5-ci sualımıza. Mingəçevir su anbarındakı maksimum dərinlik 75 metrdir. Suyun sıxlığı 1000 olarsa, gölün ən dərin nöqtəsində. Baxın, ən dərin nöqtəsi, yəni 75 metri nəzərdə al. Ən dərini deyir. Təzyiqini soruşur. ρGH, ρ'muzu dedik ki, suyun sıxlığı 1000. Vurulsun, J'miz 10, hündürlüyümüz də 75. Bu dedir 750 kilopascal. Hündürlüyü 5 mm olan civə sütunun oturacağında yaratdığı təzyiqi hesablayın. Yazaq. Yenə mayələrin təzyiqinidir. Bərabərdir. Sıxlığımız 13600. Vurulsun, J'miz 10. Bunu da biz metrə çevirelim. Deməli, 1 millimetrimiz də mində 1 millimetrdir. Yəni, minə bölmək lazımdır. Gəlin elə belə yazım. Mində 5. Bu da nə edir? Baxın, 3 sıfırlarla 3 sıfır gedər, bərabərdir. 136-nı 5-ə vuraq. Alt və 5, 30, 3 yadda, 15, 18, bu deyilir 680 paskala bərabərdir. Gəldik
7-ci sualda şəkildə müxtəlif ölçülü qablarda eyni maye təsvir edilmişdir. Yəni bizə ipucu verir. Eyni, yəni sıxlıqları bərabər mayələrin qabların oturacağındakı yaratdığı sahəni təzyiqi müqayisə edin. Deyir, oturacağdakı mayələrin oturacaqdakı yaratdığı sahə. Yəni bu qabın yer səthinə göstərdiyi təzyiqdən söhbət getmir. O bərk cisimlərin təzyiqidir. Burada isə mayələrin təzyiqindən söhbət edir. Yəni P bərabərdir rho GH. Diqqət ediriksə, bütün mayələrin hündürlükləri bərabərdir. Hündürlüklər bərabər, sərbəst düşmə təcili bərabər və bizə də dedi eyni. J'ləri bərabərdirsə, onda bütün qabların hidrostatik təzyiqləri bir-birinə bərabərdir. Hamısı bir-birinə bərabərdir. Gəldik 8-ci suala. Şəkildə təsvir olunmuş su çəninin içərisində 4,5 metr kubu su var. Nə var deyir? Su, yəni həcmi bizə verib. Buraları təmizləyim. Yəni həcmimizi verib. Çənin oturacağının tərəfinin uzunluğu 1,5 olan kvadratdır. Yəni bunun tərəfi 1,5 kvadratdır. 1,5. Yəni bu tərəfi də 1,5-dir. Nəyi soruşur? Suyun qabın dibinə göstərdiyi hidrostatik təzyiq. Təzyiq dedik nədir? Rho GH. Bax su deyir, su. Suyun sıxlığı 1000. J'miz 10'dur. Axı biz buradakı mayenin nə qədər hündürlükdə olduğunu bilmirik. Bizə bu mayenin hündürlüyü lazımdır. Bunun üçün bizə həcm verib və aşağıdakı bir tərəfini verib. Nə etməliyik? Həcmimiz nəyə bərabərdir? Bax bu suyun həcmi nəyə bərabərdir? Həcmin yerinə SH yaza bilərikmi? Yəni oturacaq, baxın, hər birini bir-birinə vurub. Eni, uzunu, hündürlüyü bir-birinə vurub. Qoy bunu başqa ilə eləyim, daha aydın. Baxaq, bax, hündürlüyü, uzunluğu və enini bir-birinə vuranda biz həcmi tapmış oluruq. Eni ilə uzunluğu vuranda sahəni tapmış oluruq. Sahə vurulsun hündürlük elə bizə verir həcm. İndi yazıram. Sahənin yerinə nə yazıram? Sahənin yerinə kvadrat deyirdi və tərəfi 1,5. Deməli 1,5 vurulsun 1,5. Bu kvadratın sahəsi. Vurulsun hündürlüyümü bilmirəm. Bərabərdir neçəyə həcmimizə? 4,5-ə. Mən buradan hündürlüyü taparam. 1,5 ilə 4,5 ixtisar gedər. Qalar 3. Buradan da 3h bərabərdir 1,5. Onda h-ımız da bərabərdir 0,5-ə. Deməli, hündürlüyümüz neçə oldu? 0,5 metr. Yazıram indi. Sıxlığımız 1000, suyun sıxlığı 1000. J'miz 10, hündürlüyümüz isə 0,5. Vergüllər azad elədi 10, bu da elədi 5 kilo Pascal. Deməli, bu suyun yaratdığı hidrostatik təzyiq 5 kilopascala bərabərdir. Gəldik. 9-cu sualda deyir, qabdakı suyun daxilində verilmiş M və M nöqtələrinin hidrostatik təzyiqlərini müqayisə edin və cavabınızı əsaslandırın. Uşaqlar, sadəcə olaraq müqayisə edin deyir. Hidrostatiklərə diqqətli baxaq şəkilə. M və M nöqtələri eyni səviyyədədir. Eyni səviyyədə olduğundan bunların hidrostatik təzyiqləri M üçün də bərabərdir. Çünki hidrostatik təzyiq qabın formasından asılı deyil. Açıq səthinindən olan dərinlikdən, hündürlükdən asılıdır. Təkrar edirəm, yəni hidrostatik təzyiq eyni səviyyədə bərabər olur. Qabın formasından yox, açıq səthinin olan hündürlükdən asılıdır. Dərinlikdən daha doğru asılıdır. Gələk 10-cu sualımıza. 10-cu sualda nə deyir?
Yenə M nöqtəsindəki təzyiqi soruşur. Diqqət edək ki, M nöqtəsini bizə harada verib? Bax, M nöqtəsini burada verib. Buradan qalan hündürlük, yəni açıq səthinə gələn olan hündürlük lazımdır mənə. Hidrostatik təzyiq dedik bərabərdir rho GH-a. Suyun sıxlığı 1000. J'miz 10. Hündürlüyümüzə diqqət eləyək. 30 ümumilikdədir və 25 aşağıdırsa yuxarı qalır 5 santimetr. Santimetrdə metrə çevirəndə edir 100-ə bölməliyik. Yəni %5. Bu da bərabərdir. 2 sıfırlarımız geçsin. Edir 500 paskal. 500 paskala bərabərdir M nöqtəsinin yaratdığı təzyiq. Qabdakı maye sıxlığı 3 dəfə çox olan maye ilə dəyişdirildikdə, deyir sıxlığı 3 dəfə çox olan maye ilə dəyişdirildikdə, qabın dibinə edilən hidrostatik təzyiq 40 kilopaskal artır. Dəfə demir. Diqqətli olaq. Yəni P1-dən 40 kilopaskal artıqdır. Deyir, əvvəlki hidrostatik təzyiqi tapın. Əvvəlkinin qiymətini tapın. Dedik ki, P bərabərdir rho GH. Buradan da görülür ki, təzyiq qüvvəsi sıxlıq ilə düz asılıdır. Təzyiq sıxlıq ilə düz asılıdır. Uşaqlar, burada bizə daha doğru olardı ki, bir mötərizədə verərdi ki, hündürlüklər bərabər olsun. Yəni, qapalı qabdakı maye, qapalı da demir. Yəni bunun sıxlığını dəyişəndə hündürlüklər də sıxlıqla hündürlük birləşmiş qablarda tərs asılı deyə hündürlük dəyişə bilər. Amma biz bu şərtdə biz pH-ı bərabər götürməliyik. Onun üçün yazırıq. Deməli, nə aldıq? Aldıq ki, təzyiq sıxlıq ilə düz asılıdır. Onda yazırıq. P1 bölünsün P2 bərabərdir. Rho 1 bölünsün Rho 2. Verilənləri yazaq. P1'imiz olduğu kimi saxlayaq. P2'mizin yerinə verilən şərtdə veriləni yazaq. P1 üzərinə gəlinsin 40. Bərabərdir. Yenə rho 1'imiz olduğu kimi saxlayıram. Rho 2'nin yerinə 3 rho 1 yazıram. Rho 1'lər gedir. Çarpaz vursaq. Bax, belə çarpaz vursaq alarıq. 3P1 bərabərdir. P1 üzərinə gəlinsin 40. Olur 2P1 bərabərdir 40-a. P1 də bərabərdir 20. Mən kilosunu yazmamışdım uşaqlar. İlk öncə kilo paskalı. Deməli, təzyiqin əvvəlki qiyməti, yəni P1 halı 20 kilopaskala bərabərdir. Gələk. Nədir? Gündəlik həyatda maye doldurmaq üçün istifadə edilən açıq səthli bəzi qablar bir-biri ilə birləşdirilmiş bir neçə hissədən ibarət olur. Belə qablar birləşmiş qablar adlanır. Birləşmiş qablar qanunu birləşmiş qablarda maye sütunların hündürlükləri onların sıxlıqları ilə tərs mütənasib olur. 14-cü suala baxaq. Birləşmiş qabdakı kerosin sütununun hündürlüyü 8, yəni bu 8, digər mayenin hündürlüyü isə 5-dir. Kerosinin sıxlığının 800, digər mayenin sıxlığını soruşur. Uşaqlar, nisbət olduğundan dedik axı birləşmiş qabların qanununa görə, deməli, hündürlüklərin nisbəti sıxlıqların nisbəti ilə tərs asılıdır. Nisbət olduğundan santimetrləri çevirmirəm. H1'imiz, yəni kerosinimiz 8 santimetr, digəri 5 bərabərdir. Tərs asılıdır. Kerosini aşağıda yazacağım bu səfər. Kerosini bölünsün yuxarıdakını. Rho 2'ni bilmirəm. Deməli 5 ilə 800 gedər. 160. Onda rho 2 də bərabərdir burada. 160 vurulsun 8'ə. Bu da bərabərdir 0. 6 və 8, 48, 4 yadda. Bu dedər 1280 kilogram bölünsün metr kubu.
Diqqətli olun. Baxın, əvvəl kerosinin sıxlığı 800 idi. İndi sıxlığı artdı. Sıxlıq artdığından həqiqətən də baxın, hündürlük azdır. Hansının ki sıxlığı çoxdur, onun hündürlüyü azdır. Hansının sıxlığı azdır, onun hündürlüyü çoxdur. Bir-biri ilə tərs asılıdır. Bu da nədən alınır uşaqlar? Bax, eyni səviyyədə təzyiqlər bərabərdir. Bu təzyiqlərin bərabərliyindən alınır. Gəldik 15-ci suala. Birləşmiş Qablar Qanununun nəticəsi olaraq aşağıdakı şərtlərdən hansından alınır? Bax, az öncə dediyim, nədən alınır? Təzyiqin bərabərliyindən alınır. Bax, bir dənə deyirik ki, təzyiqlər eyni səviyyədə bərabərdir. Bunun da yerinə yazıram. Rho1 J H1 bərabərdir. Rho2 J H2. J'lər hər tərəfdə ixtisar olanda alıram Rho1 H1 bərabərdir Rho2 H2. Bu şəkildə də yazmaq olar, nisbət şəklində də. H1 bölünsün H2 bərabərdir. H1-in yanında nə var? Rho1. Onda Rho1 aşağıda olar. Rho2 bölünsün Rho1. Bax, bu Birləşmiş Qablar Qanunun düsturu, yəni sıxlıqla hündürlük tərs asılıdır. 16-cı suala baxaq. Kerosinin sıxlığı 800, suyun sıxlığı 1000-dir. Kerosin sütunun hündürlüyü su sütununun hündürlüyündən 2 cm çox olarsa, kerosinin hündürlüyü suyun hündürlüyündən 2 cm çox olarsa, hər bir maye sütunun hündürlüyünü tapın. Həm kerosinin hündürlüyünü, həm də digərinin. Biz nə dedik? Dedik, bunlar bir-birlə tərs asılır. Yazırıq. Rho kerosin bölünsün Rho su bərabərdir. H su bölünsün H kerosin. Rho kerosinin yerinə yazıram. 800, suyun sıxlığı 1000 bərabərdir. Suyun hündürlüyünü saxlayıram. Kerosinin yerinə yazıram. 2 üzərinə gəlinsin. H suyun hündürlüyü. 100-ə bölürəm hər tərəfi. Çarçarpaz bir dənə vursaq olur 10 H su bərabərdir. 16 üzərinə gəlinsin 8 H su. Digər tərəfə keçsək olur 2 H suyun hündürlüyü bərabərdir 16-ya. Onda H suyun hündürlüyü deməli 8 santimetrdən vermişdi, bizə santimetrdir. Kerosini tapmaq üçün nə etməliyəm? 8 tapdım. 8-in üzərinə də 2, o deyilir 10 santimetr. Deməli, hər ikisini tapdıq. Kerosinin hündürlüyü 10 santimetr, suyun ki isə 8 santimetrə bərabərdir. Yenə də diqqətli olsanız, kerosinin sıxlığı azdır, amma hündürlüyü çoxdur. Deyir, görək nə deyir? Hər hansı qapalı qabdakı maye və qaza kənardan təsir olunduqda, həmin təsir maye və qaz molekulları tərəfindən bütün istiqamətlərə bərabər ötülür. Bu hadisə Paskal qanunu adlanır. Hidravlik maşının iş prinsipi hansı qanuna əsaslanır? Paskal qanuna əsaslanır və Paskal qapalı qabda maye və qazlara edilən təsir molekullar tərəfindən bütün istiqamətlərə bərabər ötürülür. Qapalı qabdakı 19-cu suala keçdim. Qapalı qabdakı maye yaxud qaza kənardan təsir etdikdə həmin təsir maye və ya qaz daxilində ötürülməsinin səbəbi nədir? Maye və qaz molekulları sərbəst hərəkət edir və kənardan təsir etdikdə bütün tərəflərə bərabər ötürülür. Bir dənə bunu təsəvvürümüzə gətirək. Bir bərk cismi təsəvvürümüzə gətirək ilk öncə. Bax, bir bərk cisimdir, taxta parçasıdır. Bu taxta parçasına mən bir zərbə, çəkişlə zərbə endirdikdə, onun müəyyən bir kiçik hissəsi içəriyə batmış olur. Niyə? Çünki bərk cismin molekulları bir-biri ilə sıx birləşmişdir. Bir-biri ilə sıx birləşdiyindən mən etdiyim təsir hər tərəfə yox, bir istiqamətdə yönəlir.
və biz deyirik ki, bərk cisimlərin molekulları asanlıqla yerini dəyişə bilmir. Ona görə mən buradan təsir göstərdikdə həmin molekullar sadəcə altındakı molekulları sıxmış olur və bu zaman taxta parçasının kiçik bir hissəsi çəkis vuran zaman batır. Amma bu maye və qazlara gəldikdə isə maye və qazların molekulları asanlıqla yerini dəyişər və daimi xaotik olduğundan molekullar mən istədiyim bir zərbəni bura vurduqda həmin bu molekullar hər tərəfə gedə bilir. Ona görə deyirik ki, bütün istiqamətlərə bərabər ötürülür. Bu da Pascal qanunuydu. 20-ci suala baxaq. Hidravlik maşının kiçik porşeninin sahəsi 100. Kiçik porşenin sahəsi. Bunun sahəsi 100. Santimetr kvadratı. Bunu da metr kvadratına çevirək. Metr kvadratına, yəni 10.000-ə bölək. Bu dedər. Təzdən yazım. Deməli 10.000-ə bölsək 0,1. Bəli. Metr kvadratı. Digəri isə 1 metr kvadratıdır. Və ona təsir edən 80 Newton. Bunun 80 Newtondur. Hidravlik maşın böyük porşeni bir olarsa ona təsir edən qüvvəni soruşur. Yəni, bura təsir edən qüvvəni soruşur. Biz dedik ki, hidravlik maşınlarda təzyiqlər bir-birinə bərabərdir. Təzyiqimiz də oldu F1 bölünsün S1 bərabərdir F2 bölünsün S2. F1-imizə baxıram. F1-imizi verib 80, kiçik. Bölünsün 0,1 bərabərdir. F2-ni axtarıram. Sahəmiz isə 1. Hər tərəfi 100-ə vurduqda vergüldən azad eləmək üçün bu zaman elə mən alıram ki, F2 bərabərdir 8000 Newtona və yaxud da 8 kilo Newton. Gəldik 21-ci suala. Yer kürəsini əhatə edən hava təbəqəsi atmosfer adlanır. Atmosferi təşkil edən molekullar yer tərəfindən cəzb olunaraq ağırlıq qüvvəsinin təsiri ilə təzyiq yaradır. Yer səthi yuxarı qalxdıqca hava sıxlığı azalır. 1 millimetr civə sütunu neçə paskala bərabərdir və civənin sıxlığını bizə burada verib. Dedik ki, 1 millimetr bərabərdir civə sütunu yaratdığı, yəni ρGH. Sıxlığımız 13600. Vurulsun J'miz 10. Vurulsun H-ımız 1 millimetr, metrə də çevirəndə 1000-1. Vergüldən azad eləyək. 3 sıfırlarımız gedər. Bu da eləyər cavab 136 paskala bərabərdir. Deməli, 1 millimetr civə sütunu 136 paskala bərabərdir. Kitabımızda 133 paskal yazılıb. Amma burada sıxlığı verdiyindən biz belə hesablamalıyıq. Nə deyir? Axırıncı, sonuncu sualdır. Dağın ətəyindəki atmosfer təzyiqi onun zirvəsindəki atmosfer təzyiqindən 40 millimetr civə sütuna qədər çoxdur. Dağın hündürlüyünü tapın. Biz dərslikdə keçdik ki, hər 12 metrdən bir yuxarı qalxdıqda 1 millimetr civə sütunu azalır. Hər 12 metr qalxdıqda 1 millimetr civə sütunu azalır. Bəs burada 40 millimetr civə sütunu dursa, görək dağın hündürlüyü nə qədərdir? 40 millimetrdə. Dedi ki, hər birinə 12 metr düşür. Onda 40 millimetri vuraram 12-yə. Bu dedər 40, 480 metr. Deməli, dağın hündürlüyü 480 metrə bərabərdir. Bu qədər. Diqqətli olun. Hələlik.